Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə Gəncə şəhərində Gənc Müəllimlər Suverenlik yolunda təhsil missiyası forumu keçirilib. Forumdan öncə iştirakçılar 2-ci Qarabağ müharibəsi zamanı ölkəmizin 2-ci böyük şəhərində Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsilləri çatdırmaq məqsədi ilə yaradılan Gəncə Memorial kompleksini ziyarət edərək şəhidlərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Tədbirin rəsmi hissəsi dövlət himninin səsləndirilməsi və vətən uğrunda canını fəda etmiş şəhidlərin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Allah şəhidlərimizə rəhmət eləsin. Gənc müəllimlərin milli dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi, suverenlik və müstəqilliyin qorunmasına müəllimlərin strateji rolunun qabardılması məqsədi ilə təşkil olunan forumda çıxış edən Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, təhsilin dövlətin ideoloji dayağı kimi strateji əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, müəllim yeni nəsli milli kimlik, dövlətçilik düşüncəsi və vətənpərvərlik ruhunda yetişdirən aparıcı şəxsiyyət kimi cəmiyyətin intellektual təhlükəsizliyini təmin edir. Millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev də çıxış edərək, təhsil siyasətində milli maraqların qorunması, gənclərin dövlətə sədaqət ruhunda formalaşdırılması və müəllimlərin bu missiyada xüsusi məsuliyyət daşıdığından söz açıblar. Bu tədbirdə məhz Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunması, suverenliyimizin tam təmin olunması, sərhədlərimizin bərpa olunması haqqında geniş müzakirələr aparıldı. Bu istiqamətdə məhz Azərbaycan müəllimlərinin xüsusi bir rolları haqqında, Azərbaycan müəllimlərinin yetişdirdiyi gənclərin göstərdikləri qəhrəmanlıqlar haqqında geniş təhlillər aparıldı və biz düşünürük ki, bu tədbirin Gəncədə də keçirilməsi təsadüfi deyildi. Çünki məhz müharibə dövründə, 44 günlük Vətən müharibəsi dövründə ən çox əziyyət çəkərdən, mülki əhalinin ən çox əziyyət çəkdiyi məkanlardan biri də məhz Gəncə şəhəri idi. Gəncə o dövrdə məhz atılan raketlərə qarşı, aparılan o haqsız mübarizəyə qarşı bir müqavimət simvoluna çevrilmişdi. Burada da gənc müəllimlərimiz tərəfindən, dəvət olunan qonaqlar tərəfindən bununla bağlı çox geniş fikirlər söylənildi. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunan tədbirdə, konferansda iştirak elədik. Doğrudan da istər təşkilatçılıq, istər məzmun baxımından tədbir böyük bir əhəmiyyətə malik bir tədbir idi. Həmçinin qeyd olundu ki, tədbir digər bölgələrlə yanaşı Gəncə şəhərində də keçirilir. Bu gün Gəncə şəhərində keçirilməsində də bir xüsusi əhəmiyyətə malikdir. Çünki bildiyimiz kimi 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərində ballistik raket hücumları olmuşdu, böyük dağıntılar olmuşdu və dinc mülki şəhidlərimiz olmuşdu və həmən bu, belə deyək ki, tarixi hadisənin il dönümünü demək olar ki, qeyd etdiyimiz bir dövrdə bu tədbirin keçirilməsi təşkil olunmuşdur və qeyd etdiyimiz kimi həm məzmun və mahiyyət etibarı ilə da gənc müəllimlərimizə tövsiyələr olundu, müvafiq istiqamətdə çıxışlar olundu və ümid edirik ki, gələcək əməli fəaliyyətlərində də tədbirin öz xüsusi əhəmiyyəti olasıdır. Forumun davamında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, Azərbaycanda müəllim peşəsinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Təhsil sahəsinin inkişafının, əldə edilən nailiyyətlərin müəllimlərin öz işinə daha da sevgi və məsuliyyətlə yanaşmasına şərait yaratdığı da qeyd edilib. Növbətdəki tədbirin isə Tərtər və Bərdə şəhərlərində keçirilməsi nəzərdə tutulur. Niyə məhz Gəncə, Tərtər və Bərdə şəhərləri seçilib? Çünki bildiyiniz kimi 44 günlük müharibə dövründə məhz bu şəhərlərimiz düşmən hücumuna məruz qalmışlar və onun hücumu nəticəsində dinc əhali zərər çəkmişdi. Yəni ballistik raketlərin atılmasının nəticəsində dinc əhali zərər çəkib. Və bizim isə missiyamız müəllimlərin vasitəçiliyi ilə gələcəyimizi quruduqları halda, gələcəyimiz olan şagirdlərimizə yönəlik, onların bu tədris prosesində suverenlik missiyasını davam etdirmələridir. Çünki müəllim təkcə bilik ötürən deyil, eyni zamanda şagirdlərdə həmin o bacarıqları formalaşdırandır. Vətəndaşlıq mövqeyini, milli kimliyi, suverenlik missiyasını çatdıran insandır.
Çox ümid edirəm ki, bu forum vasitəsilə həmçində dəyərli spikerlərimizin çıxışları nəticəsində həmin müəllimlər nə etməli olduqlarını, şagirdlərə öz fənlərini tədris edər zaman hansı bacarıqları formalaşdırmalı olduqlarını açıq-aydın başa düşdülər. Elm üzrə prezident mükafatçısı Elnur Həsənov da çıxış edərək elmi düşüncə və vətəndaş məsuliyyətinin müəllim fəaliyyətində əks olunması ilə bağlı fikirlərini bölüşüb.